Baxın, burada pişik ilişib qalıbdı. Səhərdən onu çıxartmağa çalışırıq. Salih düşdü, getdi. Qaçdı, gizləndi. Orada hündürdü. Çıxara bilmədik. Səhərdən 2 dəfə fövqəladə, icra hakimiyyəti, binanın dispetçeri, komendantı. Hamısını bir-birinə vurmuşuq, amma heç kəs gəlməyib belə ki. Amma Almaniyada olsaydı gələrdilər o dəqiqə. Yazığım gəlir, qalıb orada ilişib. Gecədən oradaymış, Salih deyir, yol deyir, mən eşitməmişəm. Ağ pişikdir qəşəng, yazıq küçədə qalmaqdan rəngi qaralıb. Bugün yorğun oyanmışam. Əslində səhər yeməyinə gedirik, amma düzü çox yorğunam. Çünki neçə gündür dalbada tezdən dururam. Dincələ bilmirəm. Sabah da tezdən duracağam, gedəcəm saça. Ondan sonraki gündə toydu. Yenə tez durmalıyam, hazırlaşmalıyam. Çünki 4-ün yarısı oğlan evində olmalıyıq. Yəni bu həftə bilmirəm, yadıma gəlmir. Bu həftə açılandan elə tezdən dururam. Dincəldiyim olmayıb. Ümid edirəm gələn həftə. Əslində bugün məsələn getməsəydim səhər yeməyinə yata bilərdim. Düşünürəm alınsa gəlib yatacağam. Birazdan Marivanaya gedirəm. Sizə də özümlə apararam yəqin ki, bəlkə oradan da biraz çəkərəm. Sonra da çox güman ki evə qayıdacağam. Axşam da yeməyə getməliyik, amma ora yəqin ki kamera aparmayacağam. Gəldim, çatdım mən. Qızları gözləyirəm. Gəlsinlər. Çox acım. Səhər yeməyi yeyək. Gedib evə yatmaq istəyirəm. Çox yorğunum. Nəysə. Səhər ancaq şikayətlənmişəm. Bir şey görə də keyfim pozulub. Fikrim orada qalıb. 3 hours later. Mən hazırlaşdım. Biz axşam yeməyinə gedirik. Çox güman ki kameramı götürməyəcəm. Bəlkə alınsa telefonla nələrsə çəkərəm. Axır ki bu yubqamı geyindim bu arada. 3 hours later. Hər kəsə salam. Biz nahar yeməyinə getdik, gəldik. Kameramı aparmamışdım, oradan heç çəkməmişəm. Əslində adətən belə olanda Instagramda nəsə story paylaşıram. Məni Instagramdan izləyə bilərsiniz. Bura qeyd eləyəcəm səhifəmin adını. Həmçinin TikTok hesabım var. Oradan da outfitlər paylaşıram. Qəşəng keçdi. Gəldik. Bugün Rozmandan bir-iki şey almışdım. Gəlin onları sizə göstərim. Kameranı çevirim. Belə bir termosprey almışam. Protective 220 dərəcəyə qədər saçı qoruduğu iddia olunur. Çünki həm sabah saçımı belə deyim açacağam, asvetlin eləyəcəm. Ondan sonra saçı şəkilləndirəndə qorusun deyə bunu aldım. Əslində bugün də istifadə eləmişəm. Daha sonra isə belə bir 2 dəfə istifadə üçün kömür maskası aldım. Çünki özümlə maska gətirməmişəm. Düşündüm ki, burada istifadə eləyərəm və yufada baxmışdım. Çox yaxşı göstərdi tərkibi, təmiz göstərdi. Ona görə aldım İsananın. Və bir də standart olaraq üz təmizləmə yağı almışam. Mən əslində gətirmişəm üz təmizləmə yağı, amma o göz makiyajını yaxşı təmizləmir. Belə deyim, daha çox makiyajsız, az makiyaj olanda filan onu istifadə etmək daha əlverişlidir. Bunu da aldım ki, həm istifadə edeyim, həm də burada qoyacağam. Çünki belə deyim, hər dəfə gələndə almamaq üçün qalar. Gələn dəfə gələndə istifadə eləyərəm və yaxud anama verərəm, bilmirəm, baxacağam. Bunu aldım, bunları aldım belə. Dedim sizə də göstərim. Sabah yox, toy üçün saçımı düzləşdirəndə, şəkilləndirəndə bundan istifadə eləyəcəm. Bugün əsas istifadə elədim, xoşuma gəldi. Qəşəng belə qoxusu var, saçı yumşaq eləyir. Bilmirəm, istifadə edəniniz varsa rənglərdə də bildirə bilərsiniz. The next day. Sabahınız xeyir. Mən gedirəm saçımı rəngləməyə, tələb-tələsi evdən çıxmışam. Bugün hardasa 5 saat salonda olacağam. Ümid edirəm nəticə yaxşı olar. Çalışacağam oradan da çəkim, alınsa görüntülər paylaşım. Lift 14-ə qalxıb niyəsə, bilmirəm. Mən birə basmışdım. Mən basana qədər kimsə basıb deyəsən. Gəlin sizə outfitimi də göstərim. Belə giymişəm. Gedək. Few moments later. Və mən nəhayət saçımı rəngləməyə gəldim. Bir neçə dəfə gəlib gedəndən sonra axır ki, həmin gün gəldi. Bugün saçlarımı açacaq. Blond, sarışın, bilmirəm. Nəysə, burada artıq saç ustası saçlarımı belə deyim, balyaj eləməyə başlayır. Bu arada mənim saçlarımı Umut usta rənglədi Lux salonda. Çox razı qaldım açığı. Çox məsuliyyətli ustaydı. Mən özüm çox narahat idim ki, saçlarım yanar. Özüm məndən də daha çox narahat idi. Ona görə də belə deyim, xoşuma gəldi məsuliyyətlə yanaşmağı.
Salonda hardasa 5 saat oldum, amma yəni ancaq mənlə məşğul oldular. Başqa heç kəs yox idi. Yəni gedib kənarda gözləmədim. O şey də xoşuma gəldi ki, boş-boşuna çox vaxt itirmədim. Və burada saçımı artıq belə deyim açmışıq. İndi isə baxım eləyəcəyik. Mənə keratin baxım eləmişdi daha öncə də. Demişdi ki, açanda bir daha üzərindən baxımı yeniləyəcəyik. İndi xanım saçlarımı darayandan sonra baxım edəcəyik. Və baxımdan sonra da baxımı hardasa 40 dəqiqə falan səhv eləmirəmsə gözlədirik. Ondan sonra isə artıq dib boyasına keçəcəyik. Dib boyasını edəndən sonra da saçım tamamlanacaq. Burada görürsünüz saçlarımın dibləri ağdır. Yəni çox ağarmışdı, çox dibi gəlmişdi. Düzü dib boyası düşündüyümdən biraz tünd oldu. Mən daha belə küllü tonlar düşünürdüm, amma nisbətən belə deyim biraz qırmızılıq var idi. Onu çox da sevmədim, amma dib boyası olduğu üçün çox da problem eləmədim. Əsas tonun özü xoşuma gəlmişdi deyə. Çünki daha sonra özüm bilirdim ki, hansı tonlarda qoyacağam. Burada artıq dib boyasına başlamışıq. Həm usta özü, həm də köməkçisi birlikdə işləyirdilər. Və əlavə olaraq usta haqqında da qeyd edeyim ki, məsələn bir neçə ustaların yanına getdim. Umudda bəyəndiyim ən çox o idi ki, yəni insan olaraq da çox güləriz idi. İnsan orada 5 saat ən azından vaxt keçirir, sıxılmır, özünü belə narahat hiss eləmir. Ümumiyyətlə ümumi personal hamısı çox belə deyim güləriz idilər, yaxşı idilər. Salon özü 28-də yerləşir və atmosfer ümumi salonda çox yaxşı idi, işıqlı, iç-içə deyildi. Məsələn, daha öncə başqa bir salona getmişdim. O qədər masa var idi yanbayan. Yəni bütün ustalar yanbayan oturmuşdu. Çox belə narahat edici bir atmosferi var idi. Sevməmişdim oranı. Burada isə son versiyada saçımı görürsüz. Ümid edirəm bəyəndiniz. Mən çox bəyənmişdim. 12 hours later. Salam dostlar hamıya. Bugün biz toya gedirik. İndi bu dəqiqə makiyajımı bitirdim. Saçlarımı düzəltmişəm Dysonla. Makiyajım belə alındı. Kipriyi də qoymuşam. Sonda dodaq boyamı çəkəcəm. Qələmi taxmışam. İndi saçlarımı açacağam. Görüm necə alındı. Saçıma baxım eləyib deyə saçım biraz axır. Ümid edirəm buruqlar tutar. Saç rəngim bu arada xoşunuza gəldi. Mən çox bəyəndim. Çox gözəl alındı. Və bugün saçımı yudum. Yuyanda da o adətən süteniyadan sonra yanır saçlar. Şükür heç elə bir şey olmadı. Çox yaxşıdır saçlarım. Təbii ki, mən də çox yaxşı baxım eləməyə davam edəcəm. Belə indi saçlarımı açacağam. Görək necə alındı. Çolkam gözlədiyimdən pis olub. Niyə? Keçən dəfə möhtəşəm olmuşdu açığı. Ümumi belə oldu. İndi biraz düzəldəcəm. Son versiyasını sizə göstərərəm. Dostlar, mən hazırlaşdım. İndi sizə bütöv lookumu göstərərəm. Çox qəşəng oldu saçlarım, paltarım. Bu ikisini taxma da, sonra rəngini taxma. Bunu çıxaracaq, pis görsən. O birisi qəşəngdir. Bu nədir, bu nədir ki, yəni çox pis görsən. Few moments later.
gedirik oğlan evinə. Təəssüf ki, yağış yağır. Ona görə əmin deyiləm ki, maşından çıxacağam yoxsa yox, saçlarım pis günə qalacaq yoxsa. Salih getdi zontik götürməyə evdən. Hələ ondan sonra da qız evinə getməliyik və oradan düşməliyik. Biraz yaxşı olmadı yağış yağmağı. Yəni əminəm ki, toya gələn hamı mənim kimi düşünür. Əslində göstərmirdi, axşam göstərirdi. Məncə gəlin üçün də yaxşı olmayacaq. Düz saçla yığsa problem deyil, amma açıq saçla yağış biraz problemdir. Bu arada saçlarım çox gözəl oldu. Çox bəyənirəm. Bu Dyson'la bu buruqları filan çox belə havalı. Düşünürəm ki, mənə də yaraşır. Saç rəngim də çox gözəl oldu. Çox bəyənirəm. Belə mən indi Salihi gözləyirəm. Gəlsin, gedirik oğlan evinə. Biraz görüntülər də çəkəcəm. Bilmirəm nə dərəcədə alınacaq. Daha çox əyləməyə baxacağam bugün. See you. Ayaqqabılarıma baxın. Biz yedirik, gəldik gətirməyə. Məhləyə. Mən deyirdim ki, nə yaxşı yağış kəsildi. Leysan başladı yağmağa. Buna baxın. Mən də düşündüm ki, yəni düşməyim da. Çünki leysan yağır. Düşsəm saçım pis günə qalacaq. Blokun ağzında da oydu. Dəhşət yağır. Buna baxın, buna baxın. Vay vay vay. Amma istəyirdim getmək. Yəni leysan indi yağmalıydı da. Nəysə heç nə gözləyim olsa düşürlər. Eşitdik ki, vağzal səsi gəlir. Buna baxın. Necə yağış yağır. Gedə bilmədim. Heyif. Baxın, qabaqda maşınlar var. Bizim toy maşınımızda. Bu bizim toy maşınımız idi, yaşıl. Ayda çəkdim. Retro maşınlar da nə qəşəngdir. Bilmirəm, çəkə bildim, bizim maşın arxada qaldı. Yaşıl rəngdə idi bizdə. Toy maşını bu da. Gəlin maşınımız. Çatdıq, gün çıxdı. Gəldik, çıxdıq.
1 hour later. Aramızı kuran, elini yıktım, titreye titreye, elinizi